Zəhmətkeş əllərlə ölkədə ilk su kəmərinin inşası ilə başlayan şanlı tarix. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü, Bakı birjasının öncülüyü və milli burjuaziyanın bir araya gələrək topladığı vəsaitlə Bakının qəlbinə şollar su kəmərinin çəkilməsi. Bu, tək bir su kəməri deyil, həm də iqtisadi inkişaf qığılcımı idi. Tikintisi 6 il davam edən, uzunluğu 187 kilometr olan bu kəmər 31 milyon rubl vəsait xərclənməklə 1917-ci ildən etibarən istifadəyə verilib. Bu, Bakımızı əzəmətli şəhərə çevirən təməl daşı idi. Həmin cəsarətli addımların izləri Bakı Fond birjasının fəaliyyətində hələ də əks olunur. Dəyişən dünya ilə uyğunlaşmaq yolunda o da dəyişir, yeni rənglərə bürünür, yeni hədəflər müəyyən edərək yeni imkanlar yaradır. Ölkəmizin kapital bazarına töhfə vermək üçün o 30 ilə yaxın təcrübəsinə dayanaraq yeni üfüqlər açır. Yeni texnologiyaların gücündən yararlanır. Dürüstlük, davamlı inkişaf və tərəfdaşlıq bu yeni dəyişimin əsas dəyərləridir. Keçmişdən aldığımız güclə gələcəyə doğru addımlamaq vaxtıdır. Bakı Fond birjası dünəni bugünlə birləşdirərək sabahın dayanıqlı kapital bazarını inşa edir. Yeni üfüqlər, yeni imkanlar.